Barmaq kəsiklərini evdə müalicə etmək təhlükəlidir. Mətbəxdə və ya gündəlik həyatda baş verən barmaq kəsikləri çox vaxt yüngül görünsə də, bəzi hallarda ciddi fəsadlara səbəb olur. Kiçik yaralarda sadə müdaxilə daha dərin sinir və vətərlərin zədələnməsi ilə nəticələnə bilər. Hansı hallarda yaraya sadəcə yapışqan tətbiq etmək olar? Hansı vəziyyətlərdə isə mütləq həkimə müraciət edilməlidir? Bu haqda travmatoloq doktor İlqar Ağabəyov STB xəbərə danışıb. Yaranın ölçüsündən, formasından və yaranı törədən əşyanın nə olmasından asılı olmayaraq, istənilən halda həkimə müraciət məsləhət görülür. Bu zaman yara cərrahi üsulla işlənir, yaraya steril sarğılar qoyulur və xəstələrə əksər hallarda anatoksin, yəni tetanus əleyhinə zərdabın vurulması məsləhət görülür. Həkimə müraciət etmədikdə bəzi hallarda yarada infeksiyalaşma ola bilər. Bayaq qeyd etdiyimiz kimi tetanus kimi ağırlaşmalar ola bilər və bəzi hallarda panariti, yəni dolamanın əmələ gəlməsi ola bilər. Ona görə də həkimə müraciət etmək məsləhətdir və həkim məsləhət aldıqdan sonra istənilən formada sarğı qoyulması və yaxud da yaraya müdaxilə olunması, tikilməsi və s. məsləhət görülür. Perikslə yaranın cərrahi işlənməsi, yəni həkim olmadan evdə periksdən istifadə olması məsləhət görülmür. Yaxşı olar ki, əgər mümkündürsə, yaranın spirtlə işlənməsi, yara kənarlarının spirtlə sinilməsi, əgər toz torpaqlı yaralardırsa, yaranın təmiz sula yuyulması və yuyulduqdan sonra təmiz məlfə və yaxud da təmiz mümkün olduqda steril sarğı qoyulub, bint salfetkaları ilə sarğı qoyulub həkimə çatdırmaq məsləhət görülür. Sonda doktor İlqar Ağabəyov vurğulayıb ki, barmaq kəsiklərini kiçik hesab edib laqeyd yanaşmaq düzgün deyil. Erkən müdaxilə mümkün fəsadların qarşısını almaqda əsas rol oynayır deyə həkim bildirib.